Durusul Lüğatil Arabiyyə kitabından tapşırıq 4. İqra və ktub. Oxu və yaz. Mə həzə, bu nədir? Həzə qələmun, bu qələmdir. Mə həzə cümləsində mə önə keçmiş xəbərdir. Həzə cümlənin mübtədasıdır. Demək ki, ismi cümlədən mübtəda ilə xəbər cinsə və kəmiyyətə görə mütləq uzlaşmalıdır. Həzə qələmun, bu cümləni indi baxaq. Həzə cümlənin mübtədası, qələmun isə xəbərdir. Ərəb dilində buna sadə ismi cümlə deyirlər. Mübtəda ilə xəbər arasında cinsə və kəmiyyətə görə uzlaşma özünü gözləməlidir. Demək, həzənin cinsi kişi cinsidir, qələmunun da cinsi kişi cinsindədir. Həzə təkdir, qələmun da nədir? Təkdədir. Demək, burada uzlaşma əlaqələri özünü tam doğruldur. İkinci cümlə, həzə kəlbun, bu itdir. Həzə cümlənin mübtədası, kəlbun isə cümlənin xəbəridir. Ərəb dilində dırdır şəkilçisi yoxdur. Demək ki, dırdırı əvəz etmək üçün demək, nə edirik? Burada biz ismi qeyri-müəyyənlikdə veririk ki, dırdırı əvəz eləsin. Mən həzə, bu kimdir? Mən kimdir deməkdir və demək canlı varlıqlara aiddir. Mən cümlənin xəbəridir, həzə isə cümlənin mübtədasıdır. Həzə tabibun, bu həkimdir. Burada artıq bu cümlədən, birinci cümlədən fərqli olaraq həzə mübtəda önə keçdi, tabibin isə cümlənin xəbəridir. Mübtədadan sonra nədir? Gəldi. Burada da cinsə və kəmiyyətə görə uzlaşma özünü doğrultdu. Həzə cəməlun, bu dəvədir. Həzə cümlənin mübtədası, cəməlun isə nədir? Cümlənin xəbəridir. Əhəzə kəlbun, bu itdirmi? Burada midir, sual ədatıdır. Həzə, demək, işarə əvəzidir. Cümlənin mübtədası, kəlbun cümlənin nədir? Xəbəridir. İtdir, dırdır şəkilçisi var. Lə, xeyr, həzə qıttun, bu pişikdir. Lə inkar ədatı, həzə mübtəda, qıttun isə nədir? Xəbərdir. Altıncı cümlə, əhəzə dikun, deyir, bu xoruzdurmu? Mi sual ədatı, həzə işarə əvəzliyi cümlənin mübtədası, dikun isə cümlənin xəbəridir. Qeyri-müəyyənlikdə verilib. Nəam, bəli. 7-ci cümlə, əhəzə hisanun, bu atdırmı? Mi sual ədatı, həzə işarə əvəzliyidir cümlənin mübtədası, hisanun isə atdır, yəni cümlənin nədir? Xəbəridir. Lə, xeyr, həzə himərun, xeyr, bu uzun qulaqdır. Lə inkar ədatı, həzə cümlənin mübtədası, himərun isə cümlənin nədir? Xəbəridir. 8-ci, həzə mindilun, bu dəsmaldır. Həzə cümlənin mübtədası, mindilun isə cümlənin xəbəridir. Həzə mindilun cümləsində demək, mübtəda ilə xəbər cinsə və kəmiyyətə görə tam uzlaşmışdır. Əhəzə vələdun, deyir, bu oğlandırmı? Nəam, bəli. Demək, burada mi, həzə işarə əvəzi cümlənin mübtədası, vələdun cümlənin xəbəridir. Mən həzə, bu kimdir? Demək, burada mən cümlənin xəbəri, həzə cümlənin mübtədasıdır. Həzə raculun, bu kişidir. Burada həzə cümlənin mübtədası, raculun isə xəbərdir.